Salamlar. Bugün mən sizlər üçün ABC Akademiyanın yenicə nəşr etdiyi biologiya sınaq toplusundan sınaq 1-in izahını edəcəm. Öncə sınavın izahına keçməmişdən əvvəl kitab haqqında qısaca öz fikirlərimi demək istəyirəm. Kitab budur. Kitabın müəllifləri Camal Kərimov və Könül Məmmədovadır. Kitab az bir zamanda yaxşı mənada demək olar ki, adından söz etdirən bir kitab oldu. Bunun da səbəbi həm testlərin mükəmməl olmasıdır, həm də düşünürəm ki, rəngli çap olunması, şəkillərdən bolluca istifadə edilməsidir. Mən düşünürəm ki, biologiya elmi şəkillər üzərində öyrənildiyi zaman həm maraqlı olur, yəni biz onu şəkillər üzərində öyrətməyə çalışdığımız zaman həm maraqlı olur, həm də daha belə deyək, mükəmməl şəkildə öyrənilir və burada da ona diqqət edilmişdir, bolluca şəkillərdən istifadəni biz görürük. Və testlər içərisində çətin testlər varmı? Bilirəm rəylərdə də yazacaqsınız. Bəli, var. Yəni bunu qəbul edək. Amma öyrədici xarakterli testlərdir. Araşdırma tələb edən testlərdir. Əgər sizin səhviniz çıxdıqdan sonra kitabı açıb da baxırsınızsa ki, mənim burada səhvim nə idi və onu oradan tapırsınızsa, deməli ki, bu sizə nə isə öyrətdi. Əgər bunu edirsinizsə, deməli ki, bu uğurlu bir test vəsaiti sayılır. Belə. Keçək testimizin izahına, sınaq 1-in izahını edəcəm. Başlayaq sınaq 1-lə. Sınaq 1-in birinci sualı. Ki, burada bakteriyaya aid maraqlı bir test tapşırığı var. Mən bunu sizə həm düsturla, həm də düstura ehtiyac olmadan sadə şəkildə də hər iki formada izahını edəcəm. Kimə nə xoşdursa o şəkildə də istifadə edəcək təbii ki. Burada deyir, müəyyən qədər başlanğıc saya malik olan bakteriyaların maksimum sürətlə bölünməsi. Təbii ki, maksimum sürətlə bölünüb dediyi zaman artıq mən buradan bildim ki, 20 dəqiqədən bir bölünmüşdür. Tamam, bunu yazdım. 20 dəqiqədən bir bölünmə getmişdir. Və bu zaman 2 saatdan sonra, 2 saat neçə dəqiqədir? 120 dəqiqə. Bunu da yazdım. 2 saatdan sonra bölünməyə məruz qalan, baxın burada bölünməyə məruz qalan fərdlərin sayı 378 ədəd olmuşdur deyir. Əvvəlcə mən baxım ki, neçə dənə bakteriya daxil olub bölünməyə və onun üçün təbii ki, biz bilirik ki, bölünməyə məruz qalan bakteriyaların sayının hesablanması üçün düsturumuz var. Düsturumuz nə idi? NT çıxılsın N0, o da bərabərdir bölünməyə məruz qalan bakteriyalar ki, burada da bu rəqəm bizə 378 olaraq verilmişdir. NT müəyyən zaman ərzində əmələ gələn bakteriyaların sayıdır, N0 isə başlanğıc bakteriyaların sayıdır. İndi mən buna əsasən başlanğıc bakteriya sayını tapmalıyam. O zaman hansı düsturla gedəcəm? NT-nin tapılması düsturuyla ki, NT-ni tapın, burada yerinə qoyum, oradan N0'ı alım. Tamam, NT düsturumuz nə idi? NT bərabər idi. N0 vurulsun 2 üstü N. Buradan N-i tapaq. N-in düsturu nə idi? N bərabərdir. T böl, deməli, burada T 20-yə bölünəcək. Çünki sürətli maksimum bölünmə dediyinə görə T-ni 20-yə böləcəm ki, T də zamandır. Zamanım da 120 dəqiqə olduğu burada verilmişdir. Deməli ki, 120-ni böləcəm 20-yə edəcək 6. Ki, mən buradan N-in qiymətinin 6 olduğunu tapdım. Tamam, gətirdim, yazdım yerinə. NT bərabərdir, N0 vurulsun 2 üstü 6. 2 üstü 6 edər 64. O zaman yenə də yazıram, NT bərabərdir, N0 vurulsun 64. Yəni 64 N kimi də yaza bilərəm də bunu. Ki, 64 N yazacağım. Ki, bu qiyməti tapdım NT-ni, indi bu düsturda yerinə yerləşdirirəm. Yazıram 64 N0 deməli, çıxılsın N0 bərabərdir 378. Və indi buradan mən N0'ı necə taparam? 64 N0'dan N0'ı çıxacam. Bu edəcək 63 N0. Tamam, bunu da yazım. 63 N0 bərabərdir 378. Ki, indi N0'ın tapılması N0 bərabərdir 378 bölünsün 63. Tamam, tapdım 6. Bax, bu şəkildə də tapa bilərəm. Bu bizim düsturla tapdığımız. Amma düstura getmədən asan da tapa bilərəm. Necə? Baxın, bir bakteriyanı bölürsünüz 2 saat ərzində. Bir bakteriya 2 saatdan sonra 64 bakteriya əmələ gətirir.
O zaman 2 saatdən sonra mən burada bölünməyə məruz qalan bakteriyaların sayını hesablamağım üçün 64-dən 1-i çıxacağam. Düzdürmü? Qaldı 63. Deməli, bir bakteriya 2 saat bir bakteriyanın bölünməsi zamanı 2 saatdan sonra, yəni 120 dəqiqədən sonra bölünməyə məruz qalan bakteriyaların sayı nə qədər etdi? 63. İndi mənə verilən 378-i də 63-ə bölüb, bu şəkildə də tapa bilərəm. Baxın, 378-i böləcəm 63-ə. Bu bir bakteriyanın 2 saat ərzində bölünməyə məruz qalan fərdləridir ki, 378 də buna böldüyüm zaman tapıram 6. Yəni, bu düstura o qədər də ehtiyac yox idi. İndi kim düsturla gedir, ona elə xoşda elə gedəcək. Kim sadə yolla getmək istəsə, o da bu şəkildə gedəcək. Biz tapdıq ki, 6 bakteriya imiş, başlanğıc bakteriya, yəni N0-mızın sayı. Tamam, indi mən bu 6 bakteriyanı böləcəm 2 saat ərzində. Deməli, 6 bakteriya daxil olubsa, 12, 24, indi mən belə yazacağım, çubuqlar üzərində də yaza bilərsiniz, kim necə istəyir yazsın. 1 saatı tamamladıq, 48, daha sonra 96, 192 və 384. Tamam, 384. İndi burada 384, 6 bakteriyanın 2 saat ərzində bölünməsinin nəticəsidir. Və burada biz bölünməyə məruz qalan bakteriyaları hesabladığımız zaman 384-dən 6-nı çıxıb 378-i almışdıq. İndi testin ardını oxuyacağım. Bizə nə deyir? 3-cü bölünməyə məruz qalan bakteriyaların cəmi ilə, ki, gəlin baxaq 3-cü bölünməyə məruz qalan bakteriyalar burada hansıdır? 3-cü bölünməyə məruz qalan bakteriyalar 1, 2, 3, 24-dür. 3-cü bölünməyə məruz qalan bakteriyalarımız 24-dür. Və daha sonra deyir ki, 5-ci bölünmədən əmələ gələn bakteriyaların cəmi arasındakı fərq. 5-ci bölünmədən əmələ gələn bakteriya deyirsə, baxın, bu 5-ci bölünmədir 96 fərdin əmələ gəlməsi. Və buradan 5-ci bölünmədən əmələ gələn bakteriya dediyinə görə mən 192-ni götürməliyəm. Və bunlar arasında nə qədər fərq var dediyinə görə 192-dən çıxaram 24-ü edəcək 168. Yəni cavabımız etdi A variantı. Kimə hansı xoşdursa o şəkildə edə bilər. Mənə elə gəlir ki, ikinci yol daha asandır, nəinki bu düstura getmək. Gəldik ikinci sualımız. İkinci sual 6 müxtəlif əlamətə görə əmələ gətirdiyi 8 növ qametdən 7 növü özündə resessiv əlamətə malik gen daşıyan canlının genotipidir. Əvvəla 8 növ qametin əmələ gəlməsi üçün qametlərin növ müxtəlifliyi necə hesablanılırdı? 2 üstü n düsturu ilə ki, burada da biz 8 əmələ gəlibsə, deməli 2 üstü 3 olub ki, 8 növ qamet əmələ gəlib. Tamam, bu 3 nə idi? Yəni n nədir? Heterozigotların genotipdə heterozigotların sayıdır. İndi biz baxaq ki, burada nə qədər heterozigotumuz var. Baxırıq birinci A variantına 1 heterozigot, 2 heterozigot, 3 heterozigot. Tamam, bu dursun, ola bilər. 1 heterozigot, 2 heterozigot, 3 heterozigot, bu da qalsın, ola bilər. D variantına baxacağım, 1 heterozigot, 2 heterozigot, bu zaten ola bilməz. Çünki bu genotip mənə 2 üstü 2, 4 dənə müxtəlif deməli, qamet verə bilər. Yəni, zaten bu mənə 8 qameti verə bilmir. Yaxşı, C variantına baxıram. Burada 1, 2, 3, bu da qalsın. Burada 1, 2, 3, 4 dənə heterozigot ki, bu mənə verə bilməz. 2 üstü 4 düsturuna gedəcəm burada. Deməli, mən bunu çıxdaş üsulu ilə edirəm. Və sonra mənə burada nə deyirdir? 7 növü resessiv əlamətə malik gen daşısın. Deməli, bir növü resessiv əlamət daşımasın. Baxın, burada baxırıq bu əlamət 1, 2, 3, 4-cü əlamət burada 2 dənə resessiv gendir. Yəni, allellərin ikisi də resessivdir. Deməli, bu heç bir zaman belə bir genotip bu D-lərə görə mənə yalnız dominantlardan ibarət bir qamet verə bilməz. B variantı üçün də, deməli, A-m getdi. B variantı üçün də keçərlidir. Yenə 2 dənə kiçik D-ni görürəm. Deməli, bu da mənə bu şəkildə qameti verə bilməz. Ki, burada da cavabımız etdi C variantı. Daha sonra deyir, hansı canlıda homoloji xromosomlar cütünə rast gəlinir? Və biz buraya baxdığımız zaman uzaq hibridləşmə nəticəsində alınan heyvanları görürük. Və uzaq hibridləşmə nəticəsində alınan heyvanlarda dölsüzlük baş verir. Elə dölsüzlüyün səbəbi də homoloji xromosomlar cütünün olmamasıdır ki, burada biz Besterdə uzaq hibridləşmə, qatır uzaq hibridləşmə, arxar merinoz, uzaq hibridləşmə, qaytaq uzaq hibridləşmə, yakı götürürük. Çünki təbiətdə var olan növ elə yakdır. Sonra burada deyir,
sorucu diskə və 4 cüt qamçıya malik olan ibtidai heyvan haqqında hansı fikirlər yanlışdır? Və bu kimi testləri etdiyimiz zaman, baxın, biz bilməliyik ki, bizdən yanlış mı soruşulur, bizdən doğru mu soruşulur? Ona da diqqət etməliyik. Burada bizə deyir ki, yanlış olanı seç. Tamam, seçək. Əvvəla 4 cüt qamçı sorucu disk deyirsə, deməli ki, bu ləmbliyadan söhbət gedir. O zaman yanlışlar mənə lazım olduğuna görə ləmbliyadımı? Bəli, doğrudur, onu götürməyəcəm. Qaraciyərdə parazitlik edirmi? Bəli, edir, onu götürməyəcəm. Nazik bağırsaqda parazitlik edirmi? Doğrudur, bu da edir. Bunu da götürməyəcəm. Dəri ilə orqanizmə daxil olur, bu ankilostomaya aid idi. Bu, deməli, ləmbliya üçün deyil. O zaman bunu götürəcəm, çünki testə görə bu yanlışdır. Yumurta halında insanı tərk edir. Bu da yanlışdır. Çünki yumurta halında deyil, sista halında insanı tərk edir. Yəni, burada bir mexaniki gedib 1, 2, 3 cavab A variantı. Yəni, 2 ilə 3 olmalıdır. Cavabımız A variantı. Tamam, burada getdik 5-ə. Bu da çox maraqlı bir test tapşırığıdır. Deyir, çarpaz tozulan bitkinin endospermində olan xromosom dəstini M ilə işarə etdik. Endospermində olan xromosom dəstini. Gəlin, baxaq. Endosperm deyəndə biz orada nəyi nəzərdə tutmuşduq? 2N mərkəzi hüceyrə olmalıydı. Pilusdakı N sperm olmalıdır. Deməli, 2N topla N, 2N topla N, bu etdi bizim üçün M. Yəni, 3N-i M ilə əvəzlədi. Daha sonra deyir ki, spermin xromosom dəstini N ilə işarə edirəm. Bunu göstərir. Və yumurta hüceyrə xromosom dəsti bizdən soruşulur və burada bir məlumat da bizim üçün qeyd edilmişdir ki, dişi və erkək bitkilər eyni xromosom sayına malik deyil. Bu da önəmli bir məlumatdır. Niyə? Onu da indi izah edəcəm. Baxın, əgər dişi və erkək bitkilər eyni xromosom sayına malik olsa idi, o zaman mən haploid xromosom yığımını almaq üçün elə M-dən 2N-i çıxıb N-i alardım. Yəni, B variantım doğru olardı. Amma dişi və erkək bitkilər eyni xromosom sayına malik olmadığına görə bu düsturum doğru olmayacaq. Atıram. Tutaq ki, spermidə haploid xromosom sayı 12-dir, amma yumurta hüceyrənin N-ində isə 14-dür. Axı, bu doğru olmaz. Amma biz bilirik ki, mərkəzi hüceyrə diploiddir. Yəni, ana bitkinin birbaşa özünün xromosomlarıdır orada. Və onun yarısı isə düşür yumurta hüceyrənin xromosomlarına. O zaman 2N-in yarısı mənə lazımdır. Onda mən nə edim? M-dən bu N-i çıxım. Hansı ki, spermin xromosom sayını çıxım. M-dən N-i çıxdım. Əlimdə nə qaldı? 2N. Bu nədir? Endospermin xromosom yığımıdır. Onu da 2-yə böləcəyim zaman alacağım N yumurta hüceyrə olacaq. Yəni, burada düsturumuz M çıx N böl 2, yəni D variantı. Sonra, gəldik 6. 6-da deyilir. Bircə dəqiqə. 6-da deyilir. Kələm bitkisinin bir çiçək qrupunda əsas ox və çiçək saplaqlarının cəmi. Əsas oxla çiçək saplaqlarının cəmi deyir 8 ədəd olarsa. Və biz də bilirik ki, bu salxım çiçək qrupudur, kələm. Və salxım çiçək qrupu olduğu üçün də burada, salxım çiçək qrupu olduğu üçün də burada növbəli düzülüşdə ki, bunun heç bizə aidiyyatı yoxdur, nəysə də dedim. Yəni, oxdur, üzərində 7 dənədəki növbəli şəkildə saplaqlı çiçəklər yerləşmişdir. 1, 2, 3, 4, 5, 6, 7, bircə dəqiqə 6 çəkdim. Tamam, 7, yəni toplam 8 oxla birgə deyir. Deməli, burada mənim 7 çiçəyim var, onu demək istəyir. Və daha sonra deyir ki, bu çiçəklərin yarpaq mənşəli strukturlarının cəmi. Yarpaq mənşəli strukturlar dediyi üçün, baxın, çiçəyin gövdə mənşəli və yarpaq mənşəli strukturları vardır. Çiçəkdə gövdə mənşəli strukturlar çiçəyin saplağıdır, bir də çiçəyin yatağıdır. Amma çiçək düsturunda yer alan bütün elementlər çiçəyin yarpaq mənşəli strukturlarıdır. Yəni, kasa yarpaqları da, ləkəklər də, erkəkcikdə, dişicikdə. O zaman mənə burada köməyimə gələcək xaçəklər fəsləsinə, yəni kələmin çiçək düsturu 2, K4, L4, erkəkcik 4 plus 2, dişiciyimdə 1. Yəni, nə qədər oldu struktur elementlərinin sayı? Dişicik 1. Tamam. Yəni, struktur elementlərinin sayı oldu 15. Çiçəyin struktur elementləri 17-dir. Çünki orada çiçək saplağı, çiçək yatağı da var. Amma burada yarpaq mənşəli strukturların cəmi dediyi üçün mən çiçək düsturunda yer alanları götürdüm, 15 etdim. Və çiçəyim nə qədərdir? 7. 7 vurulsun 15, o da bərabərdir 105. Bu da bizim cavabımız A variantı.
Gəldik 7-yə. Deyir, DNT molekulunun müəyyən bir hissəsində olan nukleotidlərin 4-ü 4 ədəd rabitənin, digəri isə 5 ədəd rabitənin əmələ gəlməsində rol oynayıb. İndi baxın, əvvəlcə mən baxım ki, 5 ədəd rabitə deyirsə, yəni bu testlər artıq Time test toplusundan sonra yayıldı. Yəni bu kimi testlər artıq hər kəsə tanışdır. Deməli, 5 ədəd rabitənin əmələ gəlməsində rol oynayan hansı nukleotidlərdir? Guanindir, sitozindir. Amma nə şərtimiz var idi? Molekulun ortasında gəlməlidir. Tamam, deməli, molekulun ortasında nə qədər nukleotidimiz varsa, hamısı əmələ gələn, bunların hamısı guanin, sitozindir. İndi bu DNT molekulu başlamalıdır hansısa nukleotidlə və sonlanmalıdır hansısa nukleotidlə. Yəni, misal, mən deyim ki, çünki bu guanin ortada olanlar hamısı 5 rabitədir. Deməli, tamam, hamısı 5 rabitə, əgər deyirsə ki, 5 rabitədir, bunlar 5 rabitə olanlar guanin, sitozindir. Yəni, mən bunu guanin, sitozinlə yox, deyim ki, adenin timinlə başlatmaq istəyim, onunla da sonlandırmaq istəsəm. Adenin timin zəncirinin əvvəlində və sonunda 3 rabitənin əmələ gəlməsində iştirak edir. Deməli, bu adenin timin ola bilməz. Və yaxud da ki, guanin, sitozində 5 olmayacaq axı zəncirin əvvəlində, sonunda. Deməli, elə bu zəncir guanin, sitozinlə başlayır, elə guanin, sitozinlə də nəhayətlənir. Yəni, belə başa düşdük ki, cəmi burada deməli, nə var? 2 növ nukleotid var. Və bu sahədən sintez olunan məlumat RNT-də maksimum neçə növ kodlaşdırıcı triplet olar. Və biz də bunu nə demişdik? Triplet halına gətirməyimiz üçün əlimizdə 2 dənə nukleotid varsa 2 növ, 2 üstü 3 düsturundan istifadə edib 8 deməli idik. Gəldik 8. Cədvələ əsasən X-in maksimum qiymətini tapın. Tamam, tapaq. Nəfəsgah sayı. Əvvəlcə, belə deyək, nəfəsgah sayı biz bilirik ki, qarıncıqda, həşəratda minimum 5, maksimumda 11 deməli, qarıncıq sayı ola bilər ki, sonuncu qarıncıqda nəfəsgah yoxdur. Digər bütün qarıncıq buğumlarında 2 nəfəsgah vardır, döş buğumları sabitdir, 3-dür, birinci döş buğumda nəfəsgah yoxdur, 2 və 3-cü döş buğumlarında isə nəfəsgah vardır. Yəni, biz bunu belə də edə bilərik. Deməli, mən düstur qrupuma vermişəm, o düsturu tamam, burada da deyəcəm. Misal üçün, biz burada belə edə bilərik ki, 11-dən 1-i çıxıb 2-yə vururuq. Döş buğumlarında da zaten hər bir həşəratda 4 nəfəsgah var. Yəni, 20-nin üzərinə 4 gələrəkdən 24-ü tapa bilərik. Və yaxud da ki, qarıncı buğumlarının sayı verildiyi zaman 2n topla 2 düsturundan da istifadə edə bilərik. Yəni, burada maksimum qarıncıq sayı 10 olduğuna görə onu 2-yə vuracam. Edəcək 20, deməli, yox, qarıncı buğumların özünün sayı. 11-i 2-yə vuracam, edəcək 22, topla 2. Yəni, qarıncı buğumu nədirsə onu götürürük. 11-i vurduq 2-yə, etdi 22. Üzərinə də gəldi 2, etdi 24. Yəni, bu düsturdan da istifadə edə bilərsiniz. O zaman qarıncı buğumları nədirsə eni o şəkildə götürürük. Gəldik 9. Aşağıda verilən parazitlərdən hansının əsas sahibi ikinci siqnal sisteminə malik ola bilməz. Bu kimi testlərdə biz diqqətli olmalıyıq ki, bizdən nə istəyir? Öküz soliteri yazır. Misal, mən əgər bunu yanlış oxsam ki, ikinci siqnal sistemi malik ola bilər, elə öküz soliterini götürüb gələcəm, yanlış çıxacaq. Deyir ki, ikinci siqnal sistemi malik ola bilməz. O zaman ümumiyyətlə bir test işlədiyiniz zaman sizdən nə soruşur? Onu bir ön planda saxlamalısınız. Ola bilərmi, ola bilməzmi? Sizdən soruşulan nədir? Daha sonra isə bütün variantlar oxunulmalıdır. Və deyir, deməli, insan olmasında ikinci siqnal sisteminə kim malikdir? İnsan malikdir. Yəni, bunun əsas sahibi insan olmasın. Öküz soliterdə əsas sahibi insandır. Uşaq biz quyruqda əsas sahibi insandır. Qaraciyər soliteri ola bilər insan. Ankilostom əsas sahibi insandır ki, toksoplazmanın əsas sahibi pişikimlər fəsiləsinin nümayəndələridir. Aralıq sahibi isə bizik. Gəldik bir Hardy-Weinberg məsələsi. Deməli, burada nə deyir? Deyir ki, 20.000 nəfər əhalisi olan rayonda qan plazmasında anti-A və anti-B antiteli olan insanlar. Kimdir bu insanlar? Birinci qan qrupuna malik olan insanlar. Yəni, birinci qan qrupuna malik olan insanlar. Birinci qan qrupuna malik olan insanlar. Birinci qan qrupuna malik olan insanların sayını mənə verir ki, yəni o genotipli insanların sayı 3200-dür.
Deməli, biz də bilirik ki, Hardy-Weinberg məsələlərində bizə öncə genlərin rast gəlmə tezliyi lazımdır. O zaman mən heç şərtin sonunu soruşmadan, oxumadan daha doğrusu, birinci o genin rast gəlmə tezliyini tapım. Onun üçün mən nə etməliyəm? 3200-ü bölməliyəm 20.000-ə. Bu edəcək 0,16 ki, bu genotipin rast gəlmə tezliyidir. 0,16 dediyimiz. Mənə o genin rast gəlmə tezliyi lazımdırsa, bunu kök altına salacağım və 0,4-ü tapacağım. Deməli, o genin rast gəlmə tezliyi 0,4 imiş. Daha sonra deyirəm, əgər A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyi 2 dəfə çox olarsa, A antigeni əlimdə nə qalıb? Vahidin içərisində 0,4-ü çıxdım, əlimdə 0,6 qaldı. İndi 0,6-nın içərisində B antigeni, deməli A antigeninə rast gəlmə tezliyi, B antigeninə rast gəlmə tezliyi 2 dəfə çox olarsa deyirsə, deməli mənim başqa çarəm yoxdur. 0,4 A-dır demək istəyir. 0,2 də B-dir demək istəyir. Tamam, bunları da yazaq. Deməli, A-nın da qiyməti elə 0,4 imiş. B-nin qiyməti isə 0,2 imiş. Daha sonra deyir, onda bu rayonda insanların neçəsi A antigenini daşıyır? Baxın, A antigenini daşıyan insanlar hansılardır? İkinci qan qrupuna malik olan insanlar və dördüncü qan qrupuna malik olan insanlar. Misal üçün, mən öz qruplarımda PQ ilə getmirəm. Elə birbaşa qan qruplarını yazırıq. Burada da izahı o şəkildə verəcəm. Yəni, yazıram, ikinci qan qrupunun genotip nədir? Böyük A, üstə gəlinsin böyük A heterozigos forma olduğuna görə 2 ki, üstə gəlinsin AB, yəni dördüncü qan qrupu, bir də ikinci qan qrupunun genotiplərini yazdım. Və daha sonra indi mən burada, düsturda bunları yerinə qoyacağım. A geninin rast gəlmə tezliyi 0,4-dür. Düzdür, 0,4 vurulsun 0,4. Topla 2 vur 0,4 vur 0'ın da, onun da qiyməti 0,4'dür. Tamam, 0,4. Bunu da topla. Deməli, bunu da topla. 2 vur A 0,4. Deməli, vur 0,2 bərabərdir. Neçə dəqiqə? 0'dan %64. Yəni 64%. İndi mən, yəni bunu belə deyək də bərabərdir 64%. İndi mən 20.000-in 64%-ni tapmalıyam. Yazacağım buradakı 20.000 əhalim 100%-dirsə 64% x. Əvvəlcədən yazıb saxlamalıydım bircə dəqiqə. Deməli, 12.800. Bu da x-imizin qiymətdə edəcək 12.800. Biraz qarşılıq oldu, amma inanıram ki, anlaşılar. Tamam, gəldik belə bir test tapşırığı deyir. Cədvələ əsasən x-in qiymətini müəyyən edin. Burada utduğu havanın miqdarını M ilə işarə edib. Utduğu havadakı oksigen miqdarı 20% və tənəffüs zamanı burada diqqətli oluruq ki, deyir minimum, oksigenin minimum miqdarı və biz də bilirik ki, çöl göyərçini, yəni quşlar havada olan oksigeni 80-90%-dən istifadə edə bilir. Minimum dediyinə görə mən 80-i götürəcəm. Və utduğu havada oksigenin miqdarı 20%-dir. Əgər M-im 100%-dirsə, yazaq, M-im mənim 100%-dirsə, 20%-im nə qədər olacaq? 20%-im olacaq 0,2 M, X-in bərabərdir 0,2 M millilitr və indi bu 0,2-nin də mənə 80%-i lazımdır. 0,2-nin də 80%-i, deyək ki, 0,2, bu dəfə yenə tənasüb qururam, 100%-dirsə, 0,2 100%-dirsə, bunun 80%-i nə qədər edəcək? 80%-i də edəcək, x deyək. X-in də qiyməti edəcək 0,16 ki, burada da 0,16-nı ödəyən 4/25-dir. Yəni 4-ü böləcəyimiz zaman 25-ə bərabər edəcək 0,16. Bu da belə. Daha sonra gəldi 12. 12-də nə deyir? 12-də deyir ki, geoxronoloji cədvələ əsasən neçə geoloji erada ali sporlu bitkilərə təsadüf edilmişdir? Ali sporlu bitkilər, mamırlar, qıcılar və yəni mamırlarla qıcılarda, qıcı, qatır, quyruğu, plan falan filan. Geoloji dövrdə də biz bilirik ki, hansı erada əmələ gəldi ilk olaraq?
Arxeida yox idi, proterazoida yox idi, paleozoida əmələ gəldi, mezozoida var, kaynozoida var. Deməli, paleozoida əmələ gəlib, amma mezozoida da varmı? Var. Kaynozoida da var. Yoxa çıxmadı ki, davam etdi, var. Deməli ki, burada biz 3 olaraq götürməliyik. Burada D cavabı deyək, burada da 3 olaraq götürməliyik. Gəldik 13. Bax, bunu mən öz qruplarımda dəfələrlə demişəm, çünki çox xoşuma gəlir, baxmayaraq fəaliyyət hissəsində verilsə də. Burada deyir ki, hordalı heyvanların rüşeymi. Rüşeym üzərində aparılan təcrübə. Tamam, aparaq təcrübəmizi. Və biz burada təcrübədə biz bilirik ki, biz dedik ki, sinir borusu əmələ gəlir ektodermadan. Amma təcrübədə nə sübut olundu ki, yalnız ektoderma özü başına yarada bilmir, ona təkan verən bir mezoderma olmalıdır. Amma bel mezoderması olmalıdır bu. Yəni, qarın mezoderması əgər sinir borusunun əmələ gəlməsi təkan verə bilsəydi, zaten qarın ektodermasına təkan verib, qarın tərəfdə də sinir borusunun əmələ gəlməsinə iştirak edərdi. Deməli, o qabiliyyətə malik deyil. Bunu bel mezoderması edir. Bel mezoderması təkan verir ki, bel ektoderması sinir borusunu yaratsın. İndi gəlin baxaq, embriyonlarımıza baxaq. Rüşeym və ya rüşeymlədir. Hansında bir dənə sinir borusu inkişaf edəcək, bizə o maraqlıdır. Deyir, bel ektodermasının altındakı mezoderma qatı. Baxın, birinci rüşeymin bel ektodermasının altındakı bel mezodermanı götürdüm. Yerinə həmin rüşeymin qarın ektodermasının altındakı mezoderma qatını qoydum. Axı biz dedik ki, qarın mezoderması zaten bunu edə bilmir. O zaman özünün bel mezoderması çıxarıldığı üçün burada hər hansı bir sinir borusundan söhbət gedə bilməz. 0. Daha sonra 2-də nə deyir? Deyir, qarın ektodermasının altındakı mezoderma qatı götürülüb. Bu dəfə qarın ektodermasının altındakı mezoderma qatı götürülüb. Yerinə başqa bir rüşeymin bel ektodermasının altındakı mezoderma qatı götürülüb. Deməli ki, bu ikinci embriyonda zaten özünün bel ektodermasından, bel mezodermasının iştirakı ilə bir sinir borusu əmələ gələcək. Daha sonra bunun qarın mezoderması başqa bir rüşeymin bel mezoderması ilə əvəzləndiyi üçün ikinci bir deməli, sinir borusu da yaranacaq. Daha sonra 3-ə keçirəm. Deyir, bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüşdür. Bax, bu üçüncü embriyonda həm belin, həm qarının mezodermasını çıxartdıq. Daha sonra bel ektodermasının altından götürülmüş mezoderma qatı elə həmin rüşeymin qarın ektodermasının altına yerləşdirilmişdir. Deməli, bu rüşeymin bel tərəfində sinir borusu yaranmayacaqdır, amma qarın tərəfində yaranacaq. Deməli, cəmi bircə dənə sinir borusu 3-cü embriyonumuzda olacaq. 4-cü embriyonumuza baxdığımız zaman deyir ki, bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüşdür. Sonra qarın ektodermasının altından götürülmüş mezoderma qatı ki, bu zaten yarada bilmir qarın ektodermasının altındakı mezoderma qatı. Həmin rüşeymin bel ektoderması qatının altına yerləşdirilmişdir. Tamam, burada da hər hansı bir sinir borusu əmələ gəlməyəcəkdir. Bir də oxuyum. Bel və qarın ektodermasının altındakı mezoderma qatlarını götürdüm. Sonra qarın ektodermasının altından götürülmüş mezoderma qatını həmin rüşeyin bel ektoderması qatına altına qoydum. Tamam, əmələ gəlməz. Deməli ki, yalnız burada cavabımız oldu 3. Bir dənə soruşduğuna görə yalnız 3. 3-cü embriyonda yalnız bir dənə sinir borusu əmələ gəlmiş olacaq. Keçək 14-ə. Deyir, yanlış cavabı seçin. İnsanın döş qəfəsinə bilavasitə birləşən sümük. Öncə baxaq ki, insanın döş qəfəsinə bilavasitə birləşən sümük hansı ola bilər? Ola bilər 7-ci boyun fəqərəsi olsun, ola bilər 1-ci bel fəqərəsi olsun və yaxud da ki, döş qəfəsinə birləşən körpücük sümüklərimiz ola bilər. İndi yanlışı bizdən soruşur. Baxın, doğrunu yox, yanlışı seç, dedi. Deyirik ki, qarışıq sümük ola bilər. Ola bilərmi? Bəli, əgər bu sümük nəzərdə tutulubsa ki, ümumiyyətlə, körpücük də qarışıqdır, hamısı qarışıqdır, təbii ki, qarışıq sümük ola bilər. Qurşaq skeletinə aid ola bilərmi? Bəli, əgər bu körpücük sümük olaraq nəzərdə tutdumsa, bəli, qurşaq skelet sümüyünə aid ola bilər. Tək sümük ola bilərmi? Bəli, 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi tək sümükdür. Cüt sümük ola bilərmi? Körpücük sümükləridirsə, bəli, cüt sümükdür. Yastı sümük ola bilərmi? Xeyr. Ümumiyyətlə, döş qəfəsinə birləşən birbaşa birləşən heç bir sümüyümüz yastı sümük deyil. Ona görə də cavabımız oldu Y variantı. 15 insan dərisinin qatları xaricdən daxilə doğru müvafiq olaraq hansı rüşeyin vərəqlərindən əmələ gəlmişdir? 3 qatlıdır dərimiz, öndə epidermisdir, hansı ki bu ektoderma mənşəlidir, daha sonra dermadır, mezoderma mənşəlidir.
Altda da dəraltı pi qatıdır. O da mezoderma mənşəlidir. Misal sizə kömək üçün mən deyim ki, qruplarımda belə deyirəm. Qolumuzda deməli bir dənə yuxarını çıxırıq epidermisi. Bir də çıxırıq siniri. Qalan nə gördümsə qolda hamısı mezodermadır. Nə görürəm? Sümük görürəm, bağ görürəm, vətər görürəm, qan görürəm, nə bilim əzələ görürəm, derma görürəm, dəraltı pi qatı görürəm. Yəni nə gördümsə mezoderma mənşəlidir. Bir tək epidermislə deməli siniri çıxmaq şərti ilə. Yəni burada nədir? Ektoderma, mezoderma, mezoderma. Tamam. Ektoderma, mezoderma, mezoderma, yəni B variantı. 16. Lamarck'ın heyvanları quruluqca sadə mürəkkəbə qradasiyada 14 sinifə bölmüş. Tamam, 6 pillədə yerləşdirmişdir. Onun sistematikası neçə pilləsində xordallar tipinə aid heyvanlar yer almamışdır. Xordallar yer almışdır. Yox, yer almışdır deyir. 2. Sonuncu pillələrdə. 5-də, 6-da. 5-də orada balıq sürünəndir. 6-da isə quş və məməlidir. Yəni, zaten Lamarck'da sudoqurda yaşayanlar yoxdur. Deməli ki, buradakı cavabımız da edəcək 2. 17-yə gəldik. Hər iki əlamətə görə epistaz. Hər iki əlamətə görə heterozigot olan bozada dovşanları ilə bir əlamətə görə heterozigot olan ağada dovşanları çarpazlaşmışdır. Əmələ gələn fenotip müxtəlifliyini, genotip müxtəlifliyinə olan nisbəti necə olacaq? Yəni, burada sözsüz ki, mən bu çarpazlaşmanı yazmalıyam. İndi biraz ola bilər video uzun olacaq. Yəni, izahı geniş olacaq. Olsun, baxarsınız inşallah. Hər iki əlamətə görə heterozigot olan, tamam, iki əlamətin ikisini də heterozigot olaraq götürdüyüm zaman ki, bir də təbii ki, mən bunu oxumağı bilməliyəm. Böyük C geni nə idi? Tükdə pigmentin olması idi. Tükdə pigment nə rəngdədir? Tükdə pigment qaradır. Kiçik C nədir? Tükdə pigmentin olmamasıdır. Böyük A isə tükün pigmentin tük boyunca yayılmasının qarşısını alan gendir. Kiçik A isə təsir etmir. Var yayılsın, yoxdur yayılmasın. Belə bir gendir. Tamam, indi bunu çarpazlaşdıracağım. Bir əlamətə görə heterozigot olan ağ ada dovşanlar. Yəni, mənə məlumat verdi ki, birinci əlamətə resesiv götür. Yəni, bu ağ ada dovşanıdır, amma ikinci əlamətini heterozigot götür. Çünki bir əlamətin heterozigotu dedi. Burada artıq mən çarpazlaşmamı yazmalıyam. Çarpazlaşmanı yazıram. Tamam. Aha. İndi bu çarpazlaşmanı yazdım. Bura mənə nə deyir? Deyir ki, fenotip müxtəlifliyinin genotip müxtəlifliyinə olan nisbəti. Əvvəlcə mən baxım burada ki, neçə dənə fenotip var. Biz demişdik ki, oxumağı bacarmalıyıq, düzdürmü? Bu mənim üçün böyük C ilə böyük A genini gördümsə, deyəcəm ki, boz ada dovşanıdır. Burada da gördüm, dedim ki, boz ada dovşanıdır. Burada da gördüm, dedim, boz ada dovşanıdır. Deməli, burada məndə 3 dənə boz ada dovşanı var. Daha sonra böyük C əgər birinci alleldə dominant, ikinci alleldə isə resesivlər düşəcəksə, deməli bu mənim üçün qara rəngli dovşan olacaq. Burada bir dənə qara rəngli dovşan var. Qara. Daha sonra 4-ü də olacaq ağ rəngli. Çünki kiçik C geni tükdə pigmentin olmaması genidir. 4-ü də olacaq ağ rəngli. Və bu bizim fenotipimiz. Nə qədər fenotip oldu? 3. Yazaq. Fenotipimiz 3-dür. İndi genotipə baxacağım. Fərqli rəng götürüm ki, seçilsin. Fenotipə baxdıq. Genotipə baxdığımız zaman, baxın, bu ikisinin genotipi eynidir. Bu ikisinin genotipi eynidir. Bir də bu ikisinin genotipi eynidir. Digərlərin hamısının ayrıdır genotipi. Onda mən genotipə görə belə yazacağım. 2-nin 2-yə, 1-in 1'ə. Yəni 6 genotip. 3-ün 6-ya nisbəti. Aha.
Deməli, 3-ün 6-ya nisbəti, onu da ixtisar etdiyimiz zaman 1-in 2-yə nisbəti şəklində qalır ki, bu da edir bizdə C variantı. Bu da maraqlı bir test tapşırığıdır. Deyir, şəklə əsasən yanlış fikri seç və biz burada yarpağın daxili quruluşunu görürük. 2 borlu lifli damar dəstidir. Mənə yanlışı soruşur. Mən yanlış axtarıram. 2 borlu lifli damar dəstidir. Doğrudurmu? Doğrudur. Yəni, mənə görə, yəni testimə görə doğru deyil. Daha sonra 1 və 3 örtük toxumasıdır. 3 ağızcıqdır, 1 dəricikdir. Bəli, örtük toxumasıdır. Və baxın, ona görə deyirəm ki, araşdırma tələb edən testlərdir. Burada nə deyir? Deyir ki, C variantı 3, 4, 5 daxil olmaq və diqqət tələb edən testlərdir. Yəni, sizə kömək olan bir testlərdir və az bir zaman qalıb imtahana. Mən düşünürəm ki, bu həm abituriyentlər, həm MİQ müəllimlərimiz, həm də sertifikasiya müəllimlərimiz üçün çox yardımcı olacaq bir test kitabçasıdır. Deməli, burada 3, 4, 5 daxil olmaqla 3 toxuma qrupunda fotosintez prosesi gedir. Bax, 3 ağızcıqdır. Fotosintez gedirmi? Gedir. 4, 5, biri sütunvari, biri süngərvari toxumadır. Fotosintez gedirmi? Gedir. Amma 3 növ desəydi doğru olardı. Burada qrup yazıb. Amma bu bilirik axı bir qrupdur. Sütunvari və süngərvari, axı onu mən ayrıca qrup götürə bilmərəm. Deməli, qrup yox, növ deməlidir. Bizim elə yanlış cavabımız da olur. C variantımız. Gəldi 19-a. Uyğunsuzluğu müəyyən edin. Deməli, burada deyir, təbaşir uyğunsuzluğu, təbaşir, çiçək və meyvə. Bəli, bu uyğundur. Bu uyğunsuz deyil, mənə uyğunsuzu deyir, seç. Daha sonra deyir, poliogenli parapiteklər meydana çıxıb doğrudur. Deməli, bunları götürməyəcəm. Neogen diriopiteklər doğrudur, avstralopiteklər də oradaydı. Yura, toxumlu qıcıların yox olması ki, bu doğru deyil, bu triasdır. Toxumlu qıcıların yox olması, deməli ki, bu olmayacaq. Elə budur da cavabımız. Və bir də gəldi Y variantına. Silur bitkilərdə əlavə yan köklər əmələ gəlib. Tamam, bu isə doğrudur, amma uyğunsuz deyil. Yəni, testə görə bizim cavabımız oldu D variantı. Davam edək. Deməli, burada nə deyir? 20-yə baxırıq. Yanlış cavabı seçin deyir. Qanı tənəffüs orqanlarından arteriya damarına keçən müasir onurğalı heyvan. Əvvəla, qanı tənəffüs orqanlarından arteriya damarına keçən yeganə deməli, onurğalı heyvan balıqdır. Yəni, söhbət balıqdan gedir. Çünki suda qurda yaşayandan tut, məməli insanda daxil, hamısında ağciyərdən, ağciyər venası vasitəsilə qan çıxır. Düzünə inkişaf edirmi? Bəli, diri bala doğanlarda düzünə inkişafdır. Daxili skeletə malikdirlərmi? Təbii ki. Dolayı yolla inkişaf edirmi? Bəli, kürü tökənlərdə dolayıdır. Qaburğaya malik ola bilər? Əlbəttə ki. Yanlış cavab deyir, ağciyərlə tənəffüs edə bilməz. Bu bizim yanlış cavabımızdır. Çünki iki cür tənəffüslülər ağciyərlə də tənəffüs edirlər. 21. Bu da çox maraqlı test tapşırığıdır. Şəklə əsasən X və Y bakteriyaları haqqında hansı fikir doğrudur? Baxaq. X nədir bu bakteriya? Bu aerob bakteriyadır. Hardan bildim? Çünki bakteriyalar üzdə qalıb, onlara hava lazımdır. Y bakteriyası nədir? Bu anaerobdur. Çünki çöküblər, zaten onlara oksigen lazım deyil. İndi baxaq, nə istəyir məndən? Doğrunu istəyir. Bax, bunları işarə edin, həmişə sizə çox kömək olacaq. Doğrunu istədi. 1-ə baxıram, X bakteriyası mitoxondriya malikdirmi? İndi o aerobdur deyə mitoxondriya malikdir götürdümsə yanlış götürdüm. Çünki bu bakteriyada, bakteriyada zaten hücre organoidlərindən yalnız ribosom var, mitoxondrini götürə bilməzdim. 2-də deyir, Y bakteriyası tənəffüs etmir. Niyə etmir ki? Anaerob da tənəffüsdür, aerob da tənəffüsdür. Tənəffüs edir, sadəcə onun tənəffüsü anaerobdur. Deməli ki, bu da doğru deyil. 3-də deyir, X bakteriyasının sitoplazmasında ATF sintez olunar, doğrudur. Bir aerob bakteriyadır və doğrunu götürürük. Bəli, 3-ü doğru olaraq götürəcəm. 4-də deyir, Y bakteriyasında enerji mübadilisi birinci mərhələ ilə tamamlanır və burada da çox çaşılır. Birinci mərhələ ilə tamamlanmır, ikinci mərhələ ilə tamamlanır. Çünki birinci mərhələ hazırlıq mərhələsidir. Hazırlıq mərhələsi ilə tamamlana bilməz. Deməli, bu da doğru deyil. 5-də X bakteriyası, yəni aerob bakteriya 1 mol qlikozanın tam parçalanması zamanı 38 mol ATF əmələ gəlir. Ki, bu da doğrudur. Deməli, 3, 5, yalnız D variantı. 22-yə baxdıq. Deyir, əgər diploid xromosom dəstli iki evli bitkinin dişi fərdinin erkək fərdi ilə tozlanması nəticəsində əmələ gələn toxumun endosperm hücrəsinin nüvəsində bir ədəd X cinsi xromosomu varsa. Aha, deməli, burada mənə deyir ki,
Endosperm hücrəsi bir ədəd X xromosom var. Endosperm hücrəsi, mərkəzi hücrə 2 dənə anadan gəlir. Onda cinsiyyət hücrəsi anaya məxsusdursa, yəni ana X veribsə 2X-dır. Yəni belə deyək də, ana homogametsə 2 dənə X verə bilər. Atadan da gələcək olan ya X olacaq, ya Y olacaq. Yəni bir dənə X ola bilməz. Amma dişi fərd heterogametdirsə, ya mənə 2 dənə X verəcək, atadan bir X gələcək. Çünki dişi heterogametdirsə, erkəyim homogametdir də, 1X gələcək, 3 dənə X olacaq. Və yaxud da ki, Y versə mənə mərkəzi hüceyrəni, 2 dənə Y verməlidir. Yəni, bunun başqa yolu yoxdur da. Mərkəzi hüceyrəni mənə ya 2Y verməlidir, ya 2X verməlidir. Çünki axı, mərkəzi hüceyrənin əmələ gəlməsində Rüşen hissəsində nüvələr ki, birləşir. O nüvələrin hər biri haploid xromosom sayına malikdirlər axı. Və onlar da, əgər ana hüceyrədən əmələ gəlirsə, ana tozcuq hüceyrə meoz keçirdir və oradan, deməli, makrospor əmələ gəlir, makrospor haploid xromosom sayıdırsa, o deməkdir ya X-dir, ya Y-dir. İndi tutaq, mənim makrosporum Y xromosomu daşıyırsa, 7 mitoz, yəni 3 ardıcıl mitozdan sonra əmələ gələn 8 nüvəmin 8-də Y cinsiyyət xromosomu daşımış olacaq. İkisi gəldi mi mərkəzə? Birləşdi oldu mərkəzi hüceyrə, deməli Y cinsiyyət xromosomu daşıdı. Ana bitki mənə Y verdi, ata da X verdi. Yəni, bu halda ola bilər. Dişi heterogametdirsə, bu halda bir dənə X xromosomu olar. Heç nə, başa düşdük ki, dişi heterogamet bir bitkini tapmalıyam. Baxaq. Nəyi dedi mənə? Doğrunu mu tap, yanlışı mı tap? Doğrunu tapıram hər halda. Dişi heterogamet malik, baxın, çılpaq toxumlu, çaşdırdı, çılpaq toxumlu deyil. Erkək heterogamet deyil. Dişi heterogametli malik örtülü toxumlu bitkidir, doğrudur. Erkək heterogametliyə malik örtülü toxumlu bitkidir, erkək deyil, axı bu dişi heterogametdir. Erkək heterogamet bu da deyil, doğru deyil. Və gəldi 23. 23-də deyilir, şəkildə hansı rəqəmlə verilmiş bitki orqanoidində karbohidrat sintezi gedir. Karbohidrat sintezi gedir bir, deməli, xloroplastlarda, mitoxondriyada getməz, ribosomda getməz, bir də gedər, burada biz görürük, Golgi aparatı. Deməli, bir X-da gedəcək, bir də Golgi da gedəcək. Nə oldu? X və Z B variantı. Şəkildəki görmə qüsuru olan insan haqqında hansı fikir doğrudur? Deməli, əvvəla əşyanın xəyalı hara düşüb? Torlu qışadan arxaya. Torlu qışadan arxaya düşübsə, deməli, göz alması bunun qısadır. Və mən özüm qruplarda belə deyirəm ki, göz almam qısadırsa, əşya ilə məsafə arasında uzunluq var. Yəni, antonim söz olaraq yadda saxlaya bilərsiniz. Burada məsafə uzun, alma qısa. Məsafə uzun, alma qısa, torlu qışadan arxaya düşdü xəyal. Deməli, bu uzaqdan görən bir insandır. Tapdım. İndi doğru istənildiyi üçün məndən, yaxını yaxşı görürmü? Xeyr, uzağı görür. Göz alması uzunsov olur? Xeyr, yazmışam zaten qısa olur. Billurun qabarıqlığı artır. Nə zaman billurun qabarıqlığı artar? O zaman ki, bu insan yaxını görərsə, bu isə uzağı görəndə axı, bu da olmaz. Çöpcüklərin funksiyası zəiflədir, bu da deyil. Həkim qabarıq linza taxmağı məsləhət gördü, bəli, çünki zaten çökükdür. Deməli ki, uzağı görürsə, bu zaten uzağı görürsə, deməli billurunda çöküklük vardır. Qabarıq linza taxır ki, yaxını da görsün, cavabımız Y variantı oldu. 25. Hansı maddələrin parçalanması zamanı daha çox enerji ayrılır? Yəni, sutqalıq lazım olan heyvan mənşəli. Düzdür, burada yəni düşünülsə ki, heyvan mənşəli, məsələn, bir, belə deyək də, yağın, heyvan mənşəli yağ deyir, 1 qram yağın parçalanması zamanı 38,9 kilojol enerji ayrılır. Amma biz bilməliyik ki, sutqalıq lazım olan minimum karbohidrat miqdarı daha çoxdur. 380 qramdır minimum desə belə. Ona görə 380 qramın parçalanmasından daha çox enerji ayrılır. Baxmayaraq ki, 1 qramdan 17,6 kilojol ayrılır. Ona görə getdik B variantı. Gəldik bu məsələ. Deməli, bu test də biraz kurikulum testlərinə bənzəyir. Noxud bitkisində meyvə rəngi ilə əlaqəli fenotip və genotip verilmişdir. Və biz zaten dərslik kitabından da bilirik ki, yəni əslində bu da dərslik kitabımızda yer alır ki,
Paxlanın deməli rənginə görə yaşıl rəng dominantdır. Dominantın da iki genotipi ola bilər. Paxla rənginə görə sarı rəng resessivdir. İndi deyir meyvə rəngi ilə əlaqəli fərqli noxud bitkilərində istifadə olunan çarpazlaşmanın sonu aşağıda verilmişdir. Tamam, baxaq. K və M noxudları çarpazlaşdığında hamısı yaşıl olan iki fərqli fenotip. Bax, hamısı yaşıl olsun, yaşıl. Amma iki dənə fərqli fenotipi versin mənə. Tamam. Yəni nə fərqli fenotip verib mənə? Verib M böyük, bir də ki, kiçik MM. Bu hansı yox, böyük M, kiçik M-də iki fərqli genotip və yaşıl. Bu hansı çarpazlaşmadan əmələ gələcək? Elə bunların özünün çarpazlaşmasından əmələ gələcək. Deməli, K ilə M-dən mən hələlik bura yazıram, çünki dəqiqləşdirə bilmədim hələ ki. Biri böyük M-dir, bunu dəqiq bilirəm. Biri də böyük M, kiçik M-dir. Yəni, biri dominantın homozigotudur, biri dominantın heterozigotudur. Amma K mı hansıdır, M hansıdır, bunu hələ bilmirəm. Yəni, davam etdiyim zaman aydınlaşacaq mənim üçün. Deyir, K və L noxudları çarpazlaşdığında yaşıl və sarı fenotipli iki fərqli genotiplərə malik noxudlar meydana çıxır. Deməli, KL noxudları nədirsə, onları çarpazlaşdığım zaman yaşıl və sarı. Sarıda genotip nədir? İki dənə kiçik M-dir də, düzdürmü? Sonra da biri də yaşıl. Yaşılda da böyük M-dir. İndi ikincini bilmirəm. Böyük M də ola bilər, böyük M, kiçik M də ola bilər. Deyək, K ilə L-in çarpazlaşmasından. Yaşıl və sarı. Yəni, iki dənə fenotip əmələ gəlib. Başqa fenotip əmələ gəlməyib. İki dənə fərqli, hətta bu genotip deyirik, iki fərqli genotip, yəni buradan çözürük rahat. İki fərqli genotipə malik noxudlar əmələ gəlmişdir. Bu onu göstərir ki, bax, mən əgər bunu, bu zaten deməli bilinir ki, resessivdir də, sarı dediyinə görə zaten resessivdir. İndi gəlin mən bunu əgər valideyn forma kimi, biri %100 budur. Çünki bunun çıxması üçün hər iki valideyndə o olmalıdır. Belə deyək, hər iki valideyndə o olmalıdır. Amma mən hər ikisinə bir dənə dominant yazsam, deyək ki, hər ikisi dominantın heterozigotu olsa, orada genotip 3 dənə olur axı. Genotip 3 olur. Burada mənə deyir 2 dənə genotip almışam. 2 genotip alıbsa, deməli bu nə zaman ola bilər? Böyük M, kiçik M-in, kiçik M ilə çarpazlaşması zamanı. Tamam, indi mən belə başa düşdüm ki, bu K-nı burada da istifadə etdiyimə görə, böyük M, kiçik M K imiş, böyük M isə mənim M noxudum imiş. Və buradan da L noxudunun da genotipinin kiçik MM olduğunu aydınlaşdırdım. Və nəhayət gəlirəm N-i tapmağa. K zaten artıq mənim üçün bəllidir. Və K burada nə idi? Böyük M, kiçik M. İndi deyil, böyük M, kiçik M-i çarpazlaşdırdım N noxudları ilə yaşıl və sarı meyvə verən və 3 fərqli fenotipə sahib olan bitkilər əmələ gəldi. Ki, biz onsuz da monohibrid çarpazlaşmanı bilirik və bilirik ki, 3 fərqli genotip nə zaman əmələ gəlir? Baxın, bu çarpazlaşmadır da. Düzdür? 3 fərqli fenotipin əmələ gəlməyi. Deməli, elə bu, hər ikisi əlamətlərin, hər iki fərqdəki əlamətlər heterozigot imiş. O zaman mən buradan N-in də heterozigot olduğunu müəyyənləşdirdim. Böyük M, kiçik M olduğunu müəyyənləşdirdim. Heç nə. İndi gəlin cavablara baxaq. Deməli, bircə dəqiqə. İndi bizdə burada belədir də. M istəyədir. M-in böyük M, kiçik M-dir. Bu deyil. Böyük M, kiçik M olmalıdır. Bu tutaq ki, ola bilər. Bu da ola bilməz. Böyük M-dir çünki. M-im nədir? M-im zaten böyük M-dir. Neçə dəqiqə. M-im böyük M-dir. Hə, bu ola bilər. Böyük M-dir. Bu ola bilməz. Bu da ola bilər. Yəni, iki variantdan biri olacaq. Burada nəyi tapım? L. L-ə baxaq. L-im kiçik M-dir. İkisində də elə yazıb. N-imi tapım. N-im nədir? N-im də böyük M, kiçik M-dir. N-im də. Deməli, cavabım D variantıdır. Bu da belə. Baxdıq 27-yə. 27-də nə deyilir? Deyilir, verilmiş şəklə əsasən yanlış fikri seç. Baxın, burada da bizə yenə də yanlışı soruşacaq. Baxırıq, burada
vəzlər verilmişdir. Birdə yanlış soruşulur. 2 vəzi insan bədənində sayca ən çox olan vəzidir. 2 vəzi qalxana bənzər ətraf vəzidir, amma sayca çox olan vəzi deyil. Sayca çox olan vəzi olmadığı üçün mənim üçün bu testə görə götürəcəyim cavabdır. 2-də deyir 4 vəzi qanda qlikozanın miqdarını artırır. Böyrək üstü vəzidir. Bəli, qanda qlikozanın miqdarını artırdığı üçün testə görə götürülməyəcək. 5 vəzi həzm kanalında karbohidrat mübadiləsində iştirak edirmi? Bəli, mədə-altı vəzidir. Karbohidrat mübadiləsində də iştirak edir. 4. Bir vəzi timozin hormonu sintez edir. Qalxana bənzər vəzidir. Timozini sintez edən timusdur. Deməli ki, 4 də bizdə yanlışdır. 5, deməli, timusu göstərir, deyir, vaxtından əvvəl cinsiyyət vəzlərinin inkişafının qarşısını alır. Bu da, deməli, belə deyək də, mənə yanlış lazımdır. Yanlışları seçdim. Bu da doğrudur. Deməli, bunu da götürməyəcəm. Oldu cavabım 1, 4, C variantı. Və gəldik, 28. Deyir, verilmiş şəkillərə əsasən hansı fikir yanlışdır? Səhv fikir məndən soruşulur. Və duz mənimsənilir. Əgər qəlsəmələrdən duz mənimsənilirsə, deməli ki, bu su içməyən bir balıqdır. Su içməyən balıq hansıydı? Şirin su balıqları. Şirin su balıqları, hətta mən demişdim ki, bunlar nankördür, yəni o cür gözəl şirin suyu içmirlər. Amma duza tələbat var, axı su içmir. Su içmədiyi halda da çoxlu da sidik ifraz edir. Və indi çoxlu sidik ifraz edir. Bədəndən duz itkisi var. Suyu da içmir. Nə etsin? Qəlsəmələrdən həmin o itirdiyi duzu almalıdır. Deməli ki, bu başa düşdük ki, şirin su balıqlarıdır. Duz çıxarılır qəlsəmələrdən. Bu duzlu su balıqlarıdır. Çünki duzlu su balıqları çoxlu su içirlər, duzlu suyu. Cüzi sidik ifraz edirlər və toplanır duz, necə çıxsın? Qəlsəmələr vasitəsilə. Bu da duzlu su balıqlarıdır. İndi deyir, yanlışı axtaraq, baxın. Deyir, birinci balıq şirin, ikincisi isə duzlu su balığıdır. Birinci balıq şirin su balığıdır, ikincisi isə duzlu balıqdır. Bu doğru fikirdir də, yəni mənim testimə görə doğru deyil. İkinci balığın yaşadığı mühitdəki təzyiq, ikinci balıq duzlu su balığıdır. Çoxlu su içirsə, mühitdəki təzyiq yuxarıdır. Amma burada deyir ki, mühitdəki təzyiq bədəndəki təzyiqdən aşağıdır. Xeyr, təzyiq yuxarıdır ki, alış var, daxil olma var. Deməli, bu yanlışdır, testimə görə götürəcəyim cavabdır. 3-də deyil, birinci balıq çox az miqdarda sidik ifraz edir. Bu da yanlışdır, çox sidik ifraz edir. Şirin su balıqları su içməmələrinə baxmayaraq, çoxlu miqdarda sidik ifraz edirlər. 4-də deyil, ikinci balıq heç vaxt su içmir. İkinci balıq kimdir? Duzlu su balığıdır, çoxlu su içir, niyə içməsin ki? Deməli, 2, 3, 4. Birinci balığın üzəri pulcuqlarla örtüldü, doğrudur. 2, 3, 4 cavab D variantı. Bax bu məsələ. 29. A və B genləri ilişikli olan diheterozigot genotipli boz bədən normal qandlı drozofil milçəklərin çarpazlaşdıqda alınan fərdlərin sayı 300 olmuşdur. Əgər çarpazlaşmada iştirak edən Kraysingoverlə əmələ gələn qametlərin 20%, qametlər 20% olarsa, bu çarpazlaşma sonunda əmələ gələn boz bədən rudiment qandlı fərdlərin ümumi sayı neçə olar? Mən bunu sizə daha biraz rahat, o 16 kombinasiyanı yazmadan necə edə bilərik, onu deyəcəm. Deməli, burada AB genləri ilişiklidir. Yəni, belə başa düşürük ki, heterozigot da özdə deyir. Yəni, AB bir dənə, belədir də, homoloji xromosom üzərindədir, düzdürmü? İndi bu Kraysingover getmədən mənə verəcəyi qametləri yazıram. Böyük A, böyük B, kiçik A, kiçik B. Bu Kraysingover getmədən əmələ gələn qametlərdir ki, bu qametlər 80%-dir. Yəni, 80%-i hardan bildim? Çünki Kraysingover nəticəsində əmələ gələn qametim 20%-dir, dedi axı. İndi Kraysingover nəticəsində əmələ gəlməyən qametlərim də 20% çıxdım 100-dən, oldu 80. Deməli, düşür 40% bu, 40% də bu. İndi onu da mən, deməli, 100-ə böləcəyim zaman edir 0,4, burada da 0,4. Bunları tapdım. Daha sonra Kraysingover nəticəsində əmələ gələnlər nədir? İndi Kraysingover baş verdiyi zaman artıq bu şəkildə qametlər əmələ gələcək. Kraysingover nəticəsində əmələ gələn qametlər isə böyük A, kiçik B qametidir və kiçik A, böyük B qametidir ki, bu da 20%-dir. 20%-də iki qametin arasında böləcəyim zaman 10%, 10% edəcək. 10% bu qametin payına düşdü, 10% bu qametin payına düşdü. Vurdum onları da, nə hara vurdum? Böldüm onları da 100-ə, etdi 0,1, 0,1. Deməli, 0,1, bu da 0,1. Tamam.
İndi mənə bu deməli fenotipi tapmaq lazımdır. Mən 16 kombinasiyanı da yaza bilərəm, amma ehtiyac yoxdur da. Elə mən buna adi monohibrid kimi də yanaşa bilərəm. Misal üçün biz deyək ki, heteroziqotdur da hər ikisi. Hər iki heteroziqotu çarpazlaşdırın. Buradan nə alacağım? Böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, kiçik A, kiçik A. B'ləri də çarpazlaşdırın. Böyük B, böyük B, 2 dənə böyük B, kiçik B və kiçik B, kiçik B. Düzdürmü? İndi mənə nə deyir? Boz bədən rudiment qanadlı. Boz bədən. Bax, burada neçə dənə boz bədən əmələ gəldi? 4 kombinasiyanın 3-ü. Burada neçə dənə rudiment qanad əmələ gəldi? 4 kombinasiyanın 1-i. Yəni, 16 kombinasiyadan 3-ü mənə lazım olanlardır. İndi gəlin, onların mən fenotipini yazım. Böyük A, böyük A, kiçik B, kiçik B. Çünki bax bununla və 2 dənə də ki bu şəkildə. Birinci əlamətə görə, yəni bu ikini yazma ehtiyac yox idi. Çünki onları ayrı-ayrı yazım ki, necə hesablayırıq o sizə aydın olsun. Deməli, böyük A, kiçik A, kiçik B, kiçik B. Yenə yazıram böyük A, böyük A, kiçik B, kiçik B. İndi burada mən nə etməliyəm? Bax, bu faizləri bir-birinə vurmalıyam. Deməli, böyük A, kiçik B. Bu hardadır? Krassingover nəticəsinə əmələ gələn qametdir. Düzdürmü? 0,1-i vuracam 0,1-ə. Burada deməli 0,1 vurulsun 0,1. 4də 1-i silim. Bunu aydın oldu da sizə. Bu edir 0,100-də 0,100-də 1. Böyük A, kiçik B. Böyük A, kiçik B Krassingover nəticəsinə əmələ gələndir. Yəni 0,1. Amma kiçik A, kiçik B Krassingover nəticəsində əmələ gəlməyəndir. Yəni o da 0,4-dür. Deməli, bu etdi 0,4. Ay, yaza bilməm. Nəysə, 0,4 deyək. Burada da eyni şəkildə olacaq da. Yenə də 0,1-i vuracam 0,4-ə bərabərdir 0,4. İndi toplayaq. 0,4, 0,4 topla 0,1 etsin nə? 0,9. 0,9-u da 9-a vuracağım zaman edəcək 9%. Yəni 0,9 o da etdi bizim üçün. Vurdum 100-ə etdi 9%. Burada cavab var 9. Kim seçdisə yanlış etdi. Çünki mənə deyir ki, bu 300-ün 9%. Və mən də deyəcəm ki, 300-üm 100%-dirsə, bunun 9%-i nə qədərdir? 27 olmalıdır, səhv etmirəmsə. Yəni, tamam, 27. X bərabərdir 27. Yəni, burada da 27 cavabını aldıq. Əslində, bu şəkildə getsə çox da çətin deyil. Yəni, 16 kombinasiya yazmağa ehtiyac yoxdur. 30-a gəldik. Lerikə babası gilə gedən İlayda ağac bitkisinin gövdəsinə yerdən müəyyən qədər yüksəklikdə bir mismar vurur İlayda xanım. Bir mismar vurur. İndi bu mismar daha sonra müəyyən qədər yüksəklikdə bir mismar vurdu. Daha sonra 6 il sonra yenidən babası gilə gələn İlayda bu ağacda işarələnmiş hansı hissələrin artdığını müşahidə edəcək. Təbii ki, burada biz bir təpə nöqtəsi ilə gövdə böyüdüyünə görə X-in böyüdüyünü görəcək. Bir də ki, kökün böyüdüyünü görəcək. Y hissəsində bir dəyişikliyi görməyəcək. Çünki uc hissə ilə, təpə hissə ilə böyümə baş verir. Heç nə, X-la Z. X və Z-in dəyişdiyini görəcək, Y dəyişməyəcək. Cavab B. 31. Sarı cismin döl mərhələsində hormon sintez etdiyi müddəti X ay olarsa, döl mərhələsi ümumiyyətlə 7 ay davam edir və döl mərhələsində sarı cisimdə cəmi bircə ay hormon ifraz edir. Qalan 6 ayını cift hormon ifraz edir. Deməli, bu bir ayı X olaraq işarə edib. 1x-dırsa, daha sonra deyib, döl dövrünün müddəti nə qədər olar? 1x-dırsa, döl dövrü də 7 aydırsa, olacaq 7x-da. Çox rahat, sadə idi. 32. Doğru ifadəni seçin. Yosunların inkişafında nəsil növbələşməsi müşahidə edilə bilər. Əlbəttə edilə bilər. Laminariya və porfirada nəsil növbələşməsi var. Qatır quyruğunun cinsi hüceyrə ilə əmələ gəlməsi meyoz yolla gedir. Ağ yalandır, mitoz yolla gedir. Çünki orada sporlar meyoz yolla əmələ gələ bilər. 3. Çiçəkli bitkinin bütün fərdlərinin üzərində tozcu borsu əmələ gəlməyə bilər. Bəli, bu doğru fikirdir. Əmələ gəlməyə bilər. Məsələn, erkəkçili çiçəklər vardır ki, orada tozcu borsu əmələ gəlmir ki, çünki tozcu borsu biz bilirik ki, tozcu dişici ağacına düşdükdən sonra orada
artıq cücərir də, yəni dişicikli çiçəklərdə əmələ gəlir örtülü toxumlularda. Deməli, doğru. Bir çiçəyin üzərində bir neçə yumurtalıq ola bilərmi? Əlbəttə ki, ola bilər. Mürəkkəb meyvələr var, hansı ki, mürəkkəb fındıqca meyvə, mürəkkəb çərdək meyvələr. Onların bir çiçəyində dişicik sayı çoxdur. Ona görə də bir çiçək üzərində bir neçə yumurtalıq ola bilər. 5. Planların qeyri-cinsi nəsli, bir də cinsi nəsil üzərində üstünlük təşkil edir ki, bu da doğrudur da. Bir tək mamırlarda demişdik cinsi nəsil üstünlük təşkil edir. 1, 3, 4, 5, 1, 3, 4, 5 A variantı. Ola bilər Mixay ki, mən orada işarə eləyərəm, buradan səhv cavab götürərəm. İndi o ola bilər. İndi çalışam, diqqət edin, indi ola bilər. Cədvələ əsasən verilən fikirlərdən hansı doğrudur? İndi burada elə ardıcıl düzüblər. Deməli, nədir? Maraqlı test tapşırığı qarşımıza da çıxa bilər imtahanlarda. Tallom, zoğ, plus minusla biz o əlamətləri müəyyənləşdiririk. Yan köklər yalnız əlavə köklərdən inkişaf edə bilər. Yan köklər əsas kökdən inkişaf edə bilər. Toxum meyvə yanlığı ilə əhatə olunmuşdur. Yəni örtülü toxumlu. Deməli, hansıdır ki, yalnız tallomu var? Tallomu olan hansıdır? Yosun. Sonra zoğul tallomu olan hansıdır? Mamır. Deməli, sonra deyir ki, tallomu da olsun, zoğu da olsun, plus da əlavə köklər olsun. Bu plan qışı kimilərdir də, yazaq qışı kimilər. Burada deyir ki, tallomu yoxdur, amma zoğu var, nə bilim, əlavə kökü var, plus əsas kökü də var. Deməli, bu çılpaq toxumludan danışır. Burada isə deyir ki, artıq örtülü toxumludur da, meyvə örtülü şəkildə yerləşirsə, bu da örtülü toxumludur. İndi bizdən nə istədi? Nə dedi? Cədvəl fikirlərdən hansı doğrudur? Doğrunu istədi. Deyir, X bitki qruplarının ilk nümayəndəsi Kembr dövründə meydana çıxmışdır. X yosundur, yosun da Kembrdə meydana çıxmayıb. Yosun Protarazoyda meydana çıxıb, bu doğru deyil. Y bitki qruplarının ilk nümayəndəsi, Y yəni mamır, onurğa ilə eyni geoloji dövrdə meydana çıxmışdır. Mamır Ordovikdə meydana çıxıb, onurğa da Ordovikdə meydana çıxıb, doğrudur, B variantı. Z bitki qruplarının ilk nümayəndəsi meydana çıxan geoloji dövrdə qığdalı balıqlar olub. Z qışı kimlərin ilk nümayəndəsi Plandır. Plan Silurda meydana çıxmışdı, amma qığdalı balıqlar Devondur, doğru deyil. K bitki qruplarının ilk nümayəndəsi Silur geoloji dövründə meydana çıxmışdır. K çılpaq toxumludur. Çılpaq toxumların ilk nümayəndəsi Devonda meydana çıxmışdır ki, bu da doğru deyil. M bitki qruplarının ilk nümayəndəsi meydana çıxanda parapiteklər mövcud idi. Bu da doğru deyil. Örtülü toxumlulardır. Örtülü toxumlular təbaşirdə meydana çıxmışdılar və orada hələ ki parapitek yox idi. Parapitek paleogenda əmələ gələcək. Bax, bu da çox gözəl test tapşırığıdır. Cədvələ əsasən eyni genotipləri olanları müəyyən edin. Sarı belifler alma sortu. Əvvəla biz bilməliyik ki, sarı belifler alma sortundan biz nə almışdıq? Belifler kitayka, düzdür, alma sortu. Və belifler kitayka alma sortunun alınması üçün sarı belifler anaydı, ana. Kitayka ataydı. Və daha sonra deməli mən bildim ki, bu belifler kitaykanın anasıdır, sarı belifler. Kitayka alma sortunun eyni genotipə malik olsun. Deyir, kitayka alma sortunun yarpaq hücrəsinin genotipi. Kitayka alma sortunun yarpaq hücrəsi bu ata bitkinin xüsusiyyətləridir. Sarı beliflər ana bitkinin xüsusiyyətləridir. Beliflər kitayka alınmış hibriddir və bu hibridin alma sortunu inkişaf etdiyi toxumun qabıq hücrəsi və biz də bilirik ki, toxumun qabıq hücrəsi ana bitkinin genotipi ilə eynidir. O zaman A və C eynidir deməkdir. Düzdür? Deyir, eyni genotipdə olanlar. Belifler kitayka alma sortu inkişaf etdiyi toxumun rüşeym atadan da alır, anadan da alır, yarı-yarıdır. Deməli ki, burada A və C olacaq, cavab C variantı. Yenə maraqlı bir test tapşırığıdır. İnsanın cinsi çoxalması zamanı baş verən proseslər aşağıda göstərilmişdir. Heç yumurta hüceyrə əmələ gəlib. Təbii ki, buradan 2N-dən N-ə düşmə var. Yumurta hüceyrə əmələ gəlibsə, birinci 2N-dən N-ə düşüb, ikinci N-dən 2N-ə çıxıb, daha sonra sabit qalıb da zigotdur, zigot bölünəcək, blastomerlər əmələ gələcək. Nə edək? 2N-dən düşürdək N-ə, N-dən qaldıraq 2N-ə, sonra da sabit saxlayaq. B variantı. Və gəldi 36. Deyir, ilk müasir insanlara aiddir. Yəni Kramanyonlara. Hannibal olublar. Xeyr, Hannibal olmadılar onlar. Mağaralarda yaşayıb, xeyr, özlərini hazırladığı mənzillərdə yaşadılar. Aralarında ilk dəfə əmək bölgədə bu Neandertaldır. 50-100 nəfərlik qrup Neandertaldır. Əkinçiliklə məşğul olublar. Bəli, əkinçiliklə məşğul olublar. Deməli, 36-da olduğu Y variantı. 37. Yanlış fikri seçin. Erkək qameti sperm olan bitki. Erkək qameti sperm olan bitki ya çılpaq toxumlu olacaq,
ya da örtülü toxumlu olacaq. Yəni ikisindən biri olacaq. Tamam. İndi yanlış fikir istəyir ha. Deyir, haploid xromosom dəstə endosperm malik ola bilər. Təbii ki, ola bilər. Çünki çılpaq toxumlar haploid xromosom dəstə endospermi malikdir. Diploid xromosom dəstə endosperm malik ola bilərmi? Əlbəttə, örtülü toxumlar içərisində partenogenez yolla çoxalanlarda diploid xromosom dəstə endosperm rast gələ bilərik. Triploid ola bilərmi? Zaten örtülü toxumlarda triploiddir. Bir ləpəli bitki ola bilərmi? Əlbəttə ola bilər. Deyir, su vasitə yayılan bitki ola bilməz. Niyə? Örtülü toxumlar su vasitəsilə yayılır. Demək ki, ola bilər. Cavab Y variantı. Hansı qurdun inkişaf mərhələlərinə insanın hər iki qan dövranında rast gəlinir? Təbii ki, bunun üçün artıq biz zoologiyanı bilməliyik. Yəni, burada insan askardidə dənəvər exnokokdur. 100 dəfə yazdırmışam mən öz qrupumda. Dənəvər exnokokdur, ankilostomadır ki, böyük qan dövranında da, kiçik qan dövranında da biz onu rast gəlirik. Yəni, 1, 2, 5. 1, 2, 5. Hə, tamam, B variantı. 1, 2, 5. Əgər şibya tallomu bitkilərin ən qədim qrupu ilə, bitkilərin ən qədim qrupu hansıdır? Yosun. Və biz də bilirik ki, şibyələr ya yosun göbələk simbiozu olacaq, ya da bakteriya göbələk simbiozu olacaq ki, burada yosunla göbələk simbiozudur. Deyir, tərkibində xloroplast ola bilər yosunda. Yosunda xloroplast yoxdur axı. Yosunda xromatofor var, xloroplast yoxdur. Deməli, bu yanlışdır. Mən doğrunu axtarıram. Bu orqanizmlarda plazmitlərə rast gəlinə bilər. Plazmit bakteriyada olur ki, yosunda yoxdur axı. Tərkibinə daxil olan konsumet prokaryotdur. Prokaryot olan siyanobakteriya olsaydı olardı. Qeyri-üzvü maddədən üzvü maddə sintezi rəng daşıyanda gedir. Bəli, yəni xromatoforda gedir. Bu doğru cavabdır. Tərkibində prokaryot, produsent, prokaryot, xeyr, prokaryot, siyanobakteriya, prokaryotdur ki, burada biz yosun demişik. Uyğunluğu müəyyən edən epidemiologiya yenə dərslik kitabında olan bir test tapşırığı. Amma çox maraqlıdır. Niyə xəstəliklər üzrə düzülmüşdür? Geohelmint, biohelmint və təmas helmintləri. Gəlin bir-bir bunlara baxaq. Geohelmint hansı idi? Bir-bir bax. Enterobiyoz, uşaq biz quyruğunun insanda törətmiş olduğu xəstəlikdir. Və uşaq biz quyruğu təmas helmintidir. O zaman yazdıq A-ya. Askaridoz, bu askaridin insanda törətdiyi xəstəlikdir və inkişafının bir mərhələsi mütləq şəkildə torpaqda gedəcəyinə görə bu geohelmintdir. Fasilyoz, bu qaraciyər sorucusunu törətmiş olduğu xəstəlikdir ki, bu da qaraciyər sorucusu biohelmintdir. Teniarinxoz, öküz soliterini törətmiş olduğu xəstəlikdir. Öküz soliteri sahib dəyişməklə inkişafı getdiyinə görə bu da biohelmintdir. Ankilostomoz, bu da ankilostomanın törətmiş olduğu xəstəlikdir və ankilostoma ilə insan askaridi hər ikisi geohelmintdir. Çünki inkişaflarının müəyyən bir hissəsində torpağa ehtiyac vardır. Bir də B-Y, burada elə bir dənə variantdadır bu. Bir də B-Y, 2-də C-D elə seçdik, bəli. 3-də də A. Bir də B-Y, yəni cavab Y variantı. Belə, bu da mənim tərəfimdən sınaq 1-in izahı.